Yəqin ki, dünən axşam Türkiyə futboluna baxanlar, azarkeşlik eləyənlər, xüsusən Fenerbahçe və Beşiktaş fanatları əsəbdən yata bilməyiblər. Bəlkə də bəzilərinin təzyiqi qalxıb. Çünki dünən Galatasaray Samsunspor maçında görüşün son dəqiqələrində elə şeylər yaşandı ki, buna birmənalı və əsəbsiz, stressiz baxmaq qeyri-mümkün bir məsələdir. Son dəqiqələrdə Samsunspor klubunun futbolçusunun qapı qarşısına etmək istəməsindən sonra Galatasaray klubunun futbolçusu Kazımcanın əlinə top dəyir cərimə meydançasında, amma görüşün baş hakimi Mehmet Türkmen vara baxdıqdan sonra out qərarını verir. Bu qərar birmənalı qarşılanmayıb. Türkiyə mediasında, futbol ictimaiyyətində hakimlər, Türkiyə futbolunda bu işlə məşğul olanlar böyük əksəriyyət hakimi penalti təyin etməli olduğunu bildirir. Amma təbii ki, onun tərəfdarları da az deyil. Bəzi hakimlər söylüyor ki, orada penalti yoxdur. Amma görüşdən sonra Fenerbahçe komandasının prezidenti Sadettin Saray Türkiyə Futbol Federasiyasının prezidentini təcili görüşə dəvət etdi. Bu məsələni müzakirə etmək üçün Samsunspor klubunun baş məşqçisi bildirib ki, həmən epizod təmiz penal idi. Bizim haqqımıza girdilər və s. bu kimi fikirlər. Eyni zamanda Beşiktaş klubu da bu məsələyə biganə qalmayıb. Yəqin ki, onların Instagram səhifəsini izləmişsiniz və həmən oyundan sonra paylaşılan şəkildən də xəbəriniz var. Beləcə, Türkiyə futbolunda vəziyyət qarışıqdır. Həm mərc oyunları ilə bağlı aparılan araşdırmalar, dünənki məsələ də bu söhbətin üstünə gəldi və Türkiyə futbol ictimaiyyətində getdikcə vəziyyət gərginləşir. Fenerbahçe və Beşiktaş elə düşünür ki, onların haqqına giriblər. Galatasaray tərəfi isə təbii ki, özünü bu məsələdə haqlı sayır. Eyni zamanda Okan Buruk da bildirib ki, həmən epizodda penalti yox idi.